Aparıcı Zaur Bəxşəliyev bir xalq artistinin digəri həmkarı haqqında xoşagəlməz ifadələr işlətdiyinin şahidi olub. Demokratas xəbər verir ki, Zaurla Günaydın verilişinin aparıcısı bildirib. Çox mötəbər bir məclis idi. Yaxşı tanıdığımız köhnə nəsil estrada müğənnisi, xalq artisti həmin məclisdə oturmuşdu. Onu gənc həmkarı xalq artisti məclisinə dəvət etmişdi və səhnədə çıxış edirdi. Bu anda məclisə dəvət olunan həmin yaşlı xalq artisti başladı biədəb danışmağa. Bunu eşidib, görəndən sonra masanı tərk elədim. Belə şeyləri sevmirəm, xoşuma gəlmir. Masa arxasında əyləşən bütün qonaqlar dediklərini eşitdilər.